Balaca uşaqla küçədə qalmışam da, ay dostlar, qalmışam da, mən nə edim indi? Vermişəm də uşağı qaytarıb. Bir gecə uşaq yuxudan durduğu ac idi. Həzi Aslanov, Grand Supermarket. Baxın, dəqiqliyinə qədər deyirəm. Grand Supermarket, inki Megastorun üstündə qalırdım, 9 mərtəbə. İşığımızı kəsmişdilər, pulunu verə bilmirdim. Qaz yox idi o binada. Yalan deyən tikə-tikə olsun, ölsün, gəbərsin, duranmasın səhərə. Bu dünyanın işığına əsrət qalsın, yalan deyirəmsə. Uşaq gecə saat 1 idi mən aparıb verəndə. Uşaq yuxudan durub yemək istəyir, yoxdur. Yoxdur, yemək yoxdur, qurban olum. Yoxdur, mən uşağımı mənlə sürünməsin, ac ölməsin deyə aparıb verdim gecə 1-də. Və baxın, biraz qabağa gedirəm, biraz dala gedirəm. Uşağı bir il əvvəl məhkəmə ilə mənə veriblər. Məhkəmə mənə verib, mən əxlaqsızdan olsa mənə verməz məhkəmə. Atasının 1/4 hissəsi də mənə kəsilib. 1/4 hissəsi alimenti kəsilib mənə. Başa düşürsünüzmü məni? 1/4 hissəsi mənə kəsilib. Və mən özüm gedib sonra alimenti ləğv elədim. Sual verin mənə, niyə? Deyim niyə? Uşağın atası məni o qədər sevirdi ki, qıraqdan Eltimcindən gizlin görüşürdük uşağımın atası ilə. Gizlin görüşürdük. Fikirləşirsiniz bu söhbəti. Bir də baxın necədir. Mən sonra düşdüm bu vəziyyətə. Qaynım bizi yolda gördü, qaynım bizi görüb ta ki hər şey yaxşı idi. Gedib alimenti də ləğv eləmişdim ki, yoldaşım onsuz da mənə baxır da, eks yoldaşım. Baxır da onsuz da, gedib ləğv elədim. Dedim, qoy yazıqdır da çıxmasın maaşından. Başa düşdünüz, ayrı yaşayırdıq da, hə. Amma qıraqda gəlirdi bizə, qaynımgilin xəbəri yox idi Eltimgilin ki, bu mənlə görüşür. Bu gəlib ağlayırdı hər dəfə, ay Allah, mamamı deyirdi ki, Ayşə, necə olacaq bizim axırımız? Mən sevirəm Cəmiləni, ayrılmaq istəmirəm deyirdi. Qurana and olsun. Sonra necə oldu uşağı vermək həddinə çatdım? Deyərsiniz ki, sual gələr sizin beynivizə ki, hə, necə oldu bəs? Sən qıraqda bundan görüşürdünsə, hər şey yaxşı idisə, necə oldu bəs? Sonra aparıb uşağı verəsi oldun, düzdürmü? Tamam, razıyam bu sualla. Düz deyirsiniz, düz ünvanlayırsınız. Qaynım bizi bir gün yolda gördü, qaynım bunu döyüb bastı maşına. Apardı, mənə də bir dənə şapalaq qoydu. Syo, bitdi. Başa düşdünüz, qoymadı biz tərəfə. Anladınız mı? Bitti mi? Anam da gəlmişdi ki, mən tək qalmayım. Anam elə oldu ki, çıxıb Rusiyaya gedəsi olsun. Səbəbini danışmıram. Anamdır. Allahı bilir, anam bilir, mən bilirəm. Demirəm heç nə. Demirəm, bu hekayədə heç kim yanmasın. Bu hekayədə heç kim yanmasın. Anam çıxdı, getdi, mən uşaqla tək qaldım. Mənim asmam başladı. Fakt sübutlar var. Neftçilərdə işləmişəm. İcra hakimiyyətin qabağındakı restoranda. Restoranın müdürləri hələ də sağdılar. Musa əmi, Fuad əmi, öpürəm əllərinizdən. Gələcəm yanınıza. Mən asmadan ölürdüm, orada uşaq vardı Pərviz. Dəfələrlə qaçıb mənə dərman almağa. Aerozolla yaşayırdım. Aerozolla yaşayırdım da. İşlədiyim hər bir restoranda, hər bir yerdə şahid var. Gün eləyir ürəyim. Eləyirlər. Mən bu haqda bir dənə yalan deyirəmsə, xəstəliyinlə də bağlı, bu ekslə də bağlı yalan danışmıram. Uşağı niyə verəsi olmuşam, yalan danışmıram.